Herkese salam. Bugün Opinion Essay'nin başqa versiyasına baxacağıq. Normalde biz Opinion Essay'i necə yazırdıq? Opinion Essay bu arada birdən qarışdırarsınız. Agree, disagree. Agree, disagree inşasıdır. Agree, disagree. Yəni buna həm Opinion Essay deyirdik, həm də Agree, disagree. Yəni bir mövzu verirlər, razısan yoxsa razı deyilsən kimi suallar verirlər. Biz normalda bunu necə yazırdıq? Bizim bildiyimiz ilk versiyası full agreement olan versiyasıydı ya da disagreement deyək. Yəni normalda biz nə edirdik? Bir mövzu verirlər bizə. Biz ona konkret olaraq razılığımızı bildirirdik. Deyirdik ki, bəli, mən bundan razıyam və yaxud da xeyr, mən bundan razı deyiləm. Bugünsə, bu birinci variantdır, birinci bildiyimiz variant. Bugünsə biz hansı variantını öyrənirik? Partial agreement ya da buna da eyni şəkildə balanced approach deyirlər. Partial agreement, balanced approach. Aydındır? Deməli, normalda ya full agreement ya da full disagreement yazırdıq. İndi partial agreement və yaxud da balanced approach deyə bilərik buna. Başqa bir tipini öyrənəcəyik. Əslində imtahanda hər iki versiyasını yaza bilirsiniz. Full agreement əslində daha safe optiondur. Müqayisədə safer option sayılır. Yəni bunu pis yazacağınıza ya da düzgün plan qura bilməyəcəyinizə əslində yenə də full agreement ya da disagreement safe optionu seçib yaza bilərsiniz. Yəni hər hansı bir mövzu verilsə, o mövzuya ya tam razıyam ya da tam razı deyiləm deyib arqumentlərimizi verə bilirik. Qısaca yenə də mən üstündən keçəcəm, sizi çaşdırmasın. Normalda biz nə edirdik? Normalda, yəni daha öncə öyrəşdiyimiz versiyası nədir? Introda paraphrase edirdik, nöqtə qoyurduq, plus I definitely agree ya da disagree because X and Y. X and Y. Normalda biz nə edirdik? Paraphrase'da, introduction'da paraphrase edirdik və yazırdıq I definitely agree and ya da disagree. Ya yazırdıq ki for the reasons I will explain below. Bu ifadəni yazmayın, istifadə eləməyin qətiyyən artıq o yeni başlayanlar üçün daha rahat başa düşüb ya da daha az şeyə fokuslanıb öyrənmək üçün lazım idi. Əgər full agreement yazsaz, I definitely agree deyəndən sonra because body 1-də və body 2-də yazmağı planlaşdırdığınız səbəblər, onları qısaca adını çəkin, başlığı verin ki, yəni imtahançı spesifik olaraq başa düşsün ki, siz nədən bəhs edəcəksiniz. Yəni onda necə olacaq body 1? Body 1 olacaq the first reason is X. Ya the first reason why I agree is X. İndi uzatmağa ehtiyac yoxdur. İndi eyni şəkildə the first reason sözünün də yerinə yəni başqa ifadələr, mütləq alternativlər tapmağa çalışın. Yeni başlayanlar üçün daha asan, daha yaxşı bir normal xəritəni rahat izləyə bilmək üçün bu ifadələri biz öyrədirik tələbəyə, amma müəyyən bir vaxtdan sonra yəni bunun yerinə siz mütləq üst səviyyə alternativlər tapmağa çalışın. Deməli, the first reason is X və onu nə edirdik? Biz explain, support eləyirdik. Ondan sonra body 2-də nə edirdik? Another point to consider is Y, yəni digər arqument idi. Yəni eyni şey, explain, support. Yəni razıyıqsa, niyə birinci səbəb razıyıq, ikinci səbəb. Bu normalda yazdığımız versiyasıdır. Conclusion'da nə edirdik? Deməli, in conclusion deyirdik. I believe that topic sentence yaxşıdır ya da pisdir ya da razıyam ya da razı deyiləm. Burada agree that da deyə bilərsiniz ya definitely agree that da deyə bilərsiniz. Because
x and y. Yəni iki arqument yuxarıda bəhs etdiyimiz. Yəni biz yuxarıda nə arqument vermişiksə, body 1-də də onu açıqlayırıq, body 2-də də onu açıqlayırıq. Conclusion onunla bitiririk. Normalda bu nə gedir? Bu full agreement, disagreement gedir. Amma bu gün isə biz fərqli bir versiyasını keçəcəyik. Bu versiyası kimə çətin olsa çox rahat bir şəkildə bunu yaza bilər. Bunu özünüz də hiss edə bilərsiniz. Hiss edə bilməsəniz mən də məsəl üçün təyin edəcəm hansı tələbədə belə bir çətinlik varsa deyəcəm, hə, sən partial agreement yazma ya da balans tipli essay yazma. Sən birbaşa elə həmişə full agreement ya da disagreement yazıyacaq. Belə. Deməli, Appin essaydə, agree-disagree'də biz full agreement'i bilirik, lakin artıq partial agreement'ə keçəcəyik yazmağa. Niyə bu variant var? Niyə bunu həmişə yazmırıq? Bu variant sizə bir mövzuya daha geniş, bir mövzunu daha geniş, ətraflı əhatə eləməyinizə imkan yaradır. Hansı ki, imtahançılar bunu daha çox bəyənirlər. Yəni, bunun yaxşısını yazan çox böyük ehtimalla 7, 7-5, 8 maksimum ala bilər. Lakin bunun yaxşısını alan daha yüksək ala bilər. Yəni 8, 5, 9. Təbii ki, writingdən bu skorları almaq çox çətindir. İndi normalda məsəl üçün bunun yaxşısını yazıb 6, 5, 7 alan ya da 6, 5 deyim, bundan 7, 7, 5 ala bilir. Yəni imtahançılar bunu daha çox bəyənirlər. Lakin təbii ki, yəni bacarmayıb çətinlik çəkəndə biz bunu çox keyfiyyətli və səliqəli şəkildə yazsaq, yenə writingdən minimum 6, 5, 7 skorunu ala bilirsiniz. Gəlin indi partial agreement ya da balanced approach-a baxaq. Yəni Appin essayini balans şəkildə necə yazırsınız, bunu öyrənək. Normalda bu şəkildə yazırdıq. Gəlin indi digər versiyasını öyrənək. Balanced approach. Bir inşa üzərindən baxaq. Working from home improves productivity and work-life balance. To what extent do you agree or disagree? Evdən işləmək produktivliyi və həyat və iş balansını təkmilləşdirir, yaxşılaşdırır. Hansı dərəcədə sən bundan razısan? Onu da qeyd edeyim ki, bax, burada to what extent do you agree or disagree ya da do you agree or disagree ya da what is your opinion? Bu üç sualın üçünə də cavab demək olar ki, eyni şeydir. Yəni, eyni yanaşmada heç bir fərq yoxdur. Sadəcə what's your opinion-da siz I agree ifadəsinin yerinə I believe işlədirsiniz. Amma eyni struktur gedir, eyni şey davam edir, eyni məntiqdir. Yəni, indi bir yerdə, hətta indi bir inşanı da analiz edəcəyik və strukturu tam öyrənəcəyik. Eyni struktur nədirsə, bu üç sualın üçünə tətbiq olunur. Yəni, bu inşalar, bu suallarla olan inşalar Appin essay gedir. Deməli, working from home improves productivity and work-life balance. Gəlin, baxaq görək, bunların strukturu necə olacaq. Diqqətlə qulaq asın. Ümumiyyətlə, əgər bu videoya baxa-baxa, nə bilim, yemək pişirirsinizsə, film izləyirsinizsə, telefonla snap atırsınızsa, bunları kənara qoyun. Çünki bu videoya gəlib çatan bir tələbə artıq bir çox şeyi çox keyfiyyətli şəkildə öyrənib, bir çox yol qət edib və mənə çox yaxşı tanıyır. Bu o deməkdir ki, yəni bilir ki, cüzi səhvlərə və yaxud da bəsit, məsəl üçün burada yazacağım ki, bunu yazın, belə yazın. Dediyim şeyi başa düşməyən tələbə çox güclü bir nəticə almayacaq imtahandan ümumiyyətlə. Yəni çox diqqətli bir şəkildə sadəcə bu dediklərimə fokuslanın, yoxsa sizin üçün çətin olacaq belə. Yəni bu videoları mən çox uzun araşdırma nəticəsində, praktika nəticəsində oxumuşam, yoxlamışam, imtahan vermişəm, hər şeyi test eləmişəm, o şəkildə yaratmışam. Ona görə maksimum faydalanmaq üçün siz də tam bir şəkildə fokuslanın və yaxşı bir nəticə almağa çalışın. Deməli, struktur necə olacaq? Introduction-da əvvəla onu qeyd edeyim ki, yəni bunun da iki versiyası var, yəni balanced approach-un da iki versiyası var. Gəlin onları yazaq. There are two types of such essays. Birinci,
razıyam. Razıyam, amma müəyyən şərtlər altında. Deməli, biz burada nə edirik? Conditions, şərtlər qoyuruq və ya da limitation qoyuruq. Hansı şərtlər, limitlər altında biz bu fikirlə razıyıq. İkinci variant, razıyam, amma müəyyən istisnalar var. Yəni, nə qoyduq burada? Exceptions qoyduq. Hər ikisinə baxacaq, bunlar sizi çaşdırmasın. Yəni, balans tipli inşa nədir? Mən razıyam deyirsiniz, yəni qismən razıyam deyirsiniz. Ya da razıyam, müəyyən şərtlər var deyirsiniz, demək olar ki, sizə eyni şeydir. O şərtləri təqdim eləməliyik. Razıyam, amma müəyyən istisnalar var deyirik ya da. İki tipi var bu şəkildə. İkisini də analiz edəcəyik və ikisinin arasındakı fərqi və nə olduğunu başa düşəcəyik. Narahat olmayın. Deməli, introduction və hətta inşanı bir yerdə sizlə tam ətraflı yazacağım. Introduction necə olur? Introduction'da eyni məntiq, heç nə dəyişmir. Birinci cümlə, yəni. Paraphrase dəyişmir. Paraphrase edirik. Paraphrase nədir? Bu cümlənin, birinci cümlənin başqa bir tipdə eyni mənanı verən versiyası. Gəlin hətta paraphrase edək. It is often argued that working from home leads to improved productivity and a better balance between professional and personal life. Buna fikir verin, bu cümlə ilə, buradakı birinci cümlə ilə, bu cümlə tamamən eynidir. Tamamən eynidir. Sadəcə ifadələrdə, müəyyən ifadələrdə dəyişiklik olub. Working from home sadəcə dəyişməyib. İndi working remotely də deyə bilərik. İndi çox şey dəyişmək olur. Sadəcə paraphrase göstərməyə çalışdım. Ondan sonra nə edirik? Deyirik ki, I partially agree with this view ya da buna bərabər hansı bir ifadə. Yəni bunu kopyalayıb yapışdıra bilərsiniz, başqa bir şey də qoya bilərsiniz. I partially agree with this view as paraphrase burada qismən razıyam çünki X arqumenti veririk. Və belə nə dedik? İki variantı var. Ya şərtlər qoymalıyıq, ya da istisnalar. İndi şərtlər qoyanda nə yazmalıyıq? X qoyur, vergül, provided that, argument Y. Yəni, başqa bir argument. Yəni, bundan razıyam çünki gətirir, çıxarır X-ə, amma Y şərti, yəni bu argumenti altında. Deməli, I partially agree with this view as it helps people manage their time better. Mənim argumentim nə oldu? Helps people manage their time better. Bu mənim birinci argumentimdir. Gəlin bunu rəngləndirək. Deməli, birinci argumentim və adını çəkdim. Sonra nə dedim? Virgül qoydum, provided that. Virgül, provided that. İndi Y argumentimi verməliyəm. Nə ola bilər? İndi mən öz argumentlərimi verirəm. Siz hər hansı bir şeyə istədiyiniz, aça biləcəyiniz, güvəndiyiniz argumentləri verirsiniz. Provided that workers are self-disciplined. Deməli, bu bizim olsun digər argumentimiz. Deməli, burada biz iki body yazırıq. Birinci bodydə razı olduğumuz birinci səbəb, ikinci bodydə verdiyimiz şərt. Bəzən əgər tələbə, yəni normalda burada biz adi agree-disagree'də iki dənə razılıq səbəbi verirdik. Birinci razıyam səbəbi, bir də ikinci razıyam səbəbi. Lakin burada iki razıyam səbəbi verməyə ehtiyac yoxdur.
hətta riskli də deyərdim. Yəni 2 dənə güclü razıyam səbəbi, yəni qismən də olsa, qismən razıyam səbəbi verib sonra şərt qoymaq biraz təhlükəyə atır inşanı. Yəni 2 arqument verim razıyama və 2 dənə şərt qoyum, bu biraz risklidir. Safe nədir? Safe nədir? Bir səbəb verin razıyam, bir səbəb də şərt qoyun. Yəni ən safe, ən yaxşı versiyası budur. Çünki burada mən həm X, həm B 2 dənə arqument verim. Burada mən Y, bir dənə C 2 dənə arqument verim. Bu biraz risklidir. Yəni tövsiyə olunmur. Tövsiyə olunmur, ona görə çalışın bir arqument verin, bir arqumentin ikisini də ətraflı daha geniş izah edin. İndi bir yerdə baxacağıq, məsəl üçün bu arqumenti mən nə qədər geniş açacağam ya da bunu ki minimum 250 söz olsun. Davam edək. Hal-hazırda gördüyünüz introduction ideal bir introduction'dır. Yəni içində üst səviyyə söz yoxdur, amma beləsə minimum 7-5-8'lik introduction'dır. Gəldik body 1'ə. Bu bizim introduction'ımızdır. Introduction'ı struktur olaraq göstərdim. Eyni şəkildə həmin strukturu sizin üçün tətbiq etdim. Paraphrase dedim, paraphrase eləmişəm burada. Paraphrase buradadır. I partially agree with this view dedim, burada da yazmışam. Birinci arqumentə görə arqumenti verdim. Bir də ikinci arqument də şərtimdir. Yəni mən deyirəm ki, mən razıyam, qismən razıyam ki, evdən işləmək produktivliyi artırır, təkmilləşdirir və daha yaxşı bir balans yaradır professional həyatla şəxsi həyatın. Bundan qismən razıyam. Çünki yəni razılıq səbəbim odur ki, bu insanların öz vaxtlarını daha yaxşı idarə etməyə səbəb olur. Bu mənim müsbət arqumentim. Şərt qoyuram ki, yəni insanların vaxtını daha yaxşı idarə etməsinə gətirib çıxarması üçün və yaxud da produktivliyi və professional həyatda balansı yarada bilməsi üçün gərək işçilər də olsun, disiplinli olsun. İşçi disiplinli olmasa evdən işləmək çox da ona produktivliyini improve eləməyəcək və yaxud da balans yaratmayacaq professional və şəxsi həyatla. Gəldim body 1'ə. Body 1'də nə yazırıq? Here we start explaining the argument X. Yəni X arqumentini biz burada izah edirik. Hər hansı bir şəkildə arqumenti biz necə izah ediriksə, burada da eyni şey olur. Arqumentimiz nə idi? Helps manage their time. Yəni işçilərin, buradakı their işçilərindir. Burada mən razılaşdığım birinci səbəb odur ki, ifadəsinə başlamağa ehtiyac yoxdur. Start explaining directly. Yəni birbaşa izah eləməyə başlayın. Gəlin bir yerdə bir dənə izahına baxaq. Deməli, one of the main advantages of working from home, birinci topik mövzumuza toxundum, is that it helps employees manage their time more effectively. Bu mənim birinci arqumentim. Arqumentimi başda qeyd elədim. Başda mütləq qeyd elədim. Birbaşa mövzuya girdim. Without the need to travel to an office every day, workers can use the time they would normally spend commuting for more productive or meaningful activities, such as starting work earlier, completing tasks in a focused manner, or even resting properly before beginning their duties. Bir dənə diqqətli şəkildə bu cümləni oxuyun. Görün necə şəkildə effektiv idarə etməyi izah eləmişəm. Ondan sonra bunu eləməyin də faydasını izah eləmişəm. This improved control over daily schedules allows individuals to organize their work according to their personal peak productivity hours, which often leads to better concentration and more efficient task completion. Əla, yenə başqa cür izah eləmişəm ki, bunu eləmək nəyə gətirib çıxarır və nəticəsini budur deyirəm. As a result, employees are able to structure their day
in a way that reduces waste time and increases overall effectiveness. Mən burada bir body'də 115 sözdür burada. Vaxtı səmərəli istifadə etməyə kömək edir, idarə etməyə kömək edir. Arqumentimi izah elədim. Yəni istədiyiniz kimi girə bilirsiniz mövzuya. Maksimum birbaşa giriş edirsiniz. Artıq əksik generalizing eləmirsiniz, birbaşa girirsiniz mövzuya. Gəldik body 3-ə, body 2-yə daha doğrusu, body 2-yə. Burada biz nə edirik? Burada artıq nə dedik? Bayaq dedik ki, şərt qoymalıyıq. İndi biz şərtimizi qoyuruq. Biz şərt qoymaq üçün hansı cümlələri istifadə edə bilərik? Gəlin baxaq. Deməli, however, this advantage is not universal and depends on largely self-discipline. Largely on self-discipline. Burada qoyduğumuz şərti izah edirik. Yəni arqument Y. Y arqumentimiz nə idi? Dedik ki, provided that o şərtlə ki, bu o şərtlə ki deməkdir. O şərtlə ki, işçilər disiplinlidir. İndi mən deyirəm ki, bu avantaj, yəni evdən işləmək effektivlik avantajı universal deyil, yəni həmişə hər kəs üçün uyğun deyil və asılıdır self-disiplindən. Yəni bu cümlədən də istifadə edə bilərsiniz. Fərqli bir alternativ daha yazacağam. However, working from home is only truly effective when workers are self-disciplined. İndi bunlardan nə göstərməyə çalışıram? Konkret bir dənə cümləni götürüb kopyalayıb həmişə yapışdırıb istifadə etməyə çalışmayın. Maksimum çeşidləndirməyə çalışın. Hər cür yazmaq olar. Ya da başqa şey deyim. However, this benefit depends on one important condition, which is self-discipline. Aydındır? Yəni mən 3 cür bu və bənzər ifadələri istifadə edə bilərsiniz. Yəni bu Y nədir? Hə, yaşıl rəng idi. Biz sadəcə bu Y-ni izah eləməliyik. Aha. Gəlin elə bu body'ni də yazaq, baxaq görək. Bunu necə şəkildə yaza bilərik. However, the benefits of working from home are not guaranteed for everyone, as they strongly depend on individual's level of discipline. Biraz da fərqli yazdım sizin üçün, daha fərqli şəkildə girişləri görə bilərsiniz. Yəni, mən şərt qoyduğum cümləni başda göstərirəm. When employees are not under direct supervision, they must take full responsibility for managing their own time and staying focused on their tasks. İşçilər birbaşa nəzarət altında olmayanda, onlar tamamilə öz məsuliyyəti üstünə düşürlər. Yəni öz məsuliyyətləri özlərinə əllərinə alırlar, öz vaxtlarını idarə etməyə və fokuslu qalmağa. If a worker lacks discipline, they may easily become distracted by household chores, social media, or personal entertainment, which can significantly reduce their time with productivity. In such cases, the freedom of remote work can turn into a disadvantage rather than an advantage, as tasks are postponed, deadlines are missed. Əla. Deməli, burada mən izah eləmişəm ki, evdən işləyən insanların normalda mən yuxarıda demişdim ki, produktivlik artır. Bəli, çünki vaxtlarını daha yaxşı idarə edirlər. Aha. Və vaxtlarını yaxşı idarə etməyinin faydalarını izah eləmişdim. Amma buradasa deyirəm ki, onlar distract ola bilərlər. Şərt qoyuram ki, distract olmasın ki, onların remote işləmə azadlığı dezavantaja dönüşməsin, advantaj olmaqdansa.
Yəni təsəvvür edin, mən icazə verirəm ki, işçim evdən işləsin, yola zamanı sərf eləməsin və eyni şəkildə pul xərcləməsin. Düzdür, buna girmirik. Zamana girmişdik. Və bu zamanı nə etsin? Başqa şeyləri sərfləsin və yaxud da işini, işləməyi düzgün paylaşdırsın və daha yaxşı effektiv istifadə eləsin günündən. Amma mənim işçim məsuliyyətsiz biridir. Yəni bunu avantaj yerinə dezavantaj halına çevirəcək. Niyə görə? Bəzi şeylərin vaxtlarını qaçıracaq, bəzi şeyləri təxirə salacaq. Nə var öz üstünə düşən öz günlük missiyalarını, günlük vəzifələrini yerinə yetirməyə çalışarkən hansı ki ona görə pis olur. Şərtimi belə qoydum. Therefore, only those individuals who are capable of maintaining strong self-control and a clear work routine can truly benefit from working from home. Yəni yalnız kim ki self-control, yəni disiplini yüksəkdir və eyni şəkildə ciddi bir, təmiz bir iş rutini var, onlar evdən işləməkdən faydalana bilirlər. Yəni şərt qoyuram ki, birinin gərək disiplini yaxşı olsun ki, bu arqument keçərli olsun. Yəni razı olmuş olun, belə deyim. Yəni belə. Burada neçə dənə söz var? Burada 117 söz var. Belə. Buranı başa düşməyən videonu pauza eləsin, eyni şəkildə yuxarıda da. Videonu pauza eləyin. Bir dənə diqqətli bir şəkildə oxuyun, cümlələrin ardıcıllığı və bir-birini necə izah elədiyini, məntiqini başa düşməyə çalışın. Eyni şeyi burada da mütləq eləyin. Gəldik conclusion'a. Conclusion. Yenə mütləq X və Y arqumentlərini vurğulayıb inşanı bitiririk. Əks halda task achievement və cohesion aşağı düşəcək. Bilirsiniz, 4 kriteriya üzərindən dəyərləndirilir inşalar. İkisi task achievement və cohesiondur. Cohesiondur. Bunların nə olduğunu bilmirsinizsə, biraz araşdıra bilərsiniz. Düz dəstə izah eləmişəm, çox vaxt tələbələr səhər yerini xatırlamır, ona görə dediyimi xatırlamaya bilərsiniz. Gəlin yuxarıdakı inşaya uyğun bir conclusion yazın. In conclusion, I partly agree that working from home improves productivity. Burada da yenə bir dənə parafraz edib, fərqli bir şəkildə yazmağa çalışmalı. İndi mən sizə məntiqi aydın olsun deyə elə yuxarıdakının eynisini yazıram. And work-life balance because burada X və Y verməliyəm. Because it helps people manage their time better. Ne dedik? It helps manage their time better. Bu bizim birinci argümentimiz. Yine ne dedik? However, this benefit is only achieved when employees are self-disciplined. As without discipline, remote work, artıq evdən işləmə yox, remote work deyirəm, can easily become ineffective. Artıq burada açıqlamıram. Niyə? Çünki yuxarı açıqlamışım, sadəcə adını çəkirəm. Effective. Əgər işçilər disiplinlidirsə, o halda bu arqument yaxşı olur. Eyni şəkildə bunu da bu şəkildə yazdım. Belə də yaza bilərsiniz, ya da fərqli bir variant yaza bilərsiniz. İnşaya cümlələrə uyğun olaraq hər hansı bir variant yaza bilərsiniz. Partial agreement'ın birinci versiyası bu şəkildə olur. Yəni biz bir mövzu ilə razıyıq, qismən razıyıq daha doğrusu. Qismən razı olduğumuzun səbəbi odur ki, vaxtımızı düzgün bizə daha yaxşı idarə etdirir və onu izah edirik burada. Amma şərt qoyuruq ki, bunun da olmağı üçün gərək işçinin məsuliyyəti olsun, disiplini olsun. O disiplin də nədir, onu da burada bu şəkildə izah edirik. Və conclusion'a da hamısının adını çəkirik. I partly agree deyib topic sentence yazırıq, mövzu
bizə nə sual verib, onun cavabını veririk. Razıyam dedim və cavabının arqumentini verdim. Ondan sonra şərtimi verdim. Bayaq dediyim kimi, biz body 2-də digər razı olma səbəbimizi də yaza bilərik və body 3-də şərtləri yaza bilərik, şərti və yaxud şərtləri. Amma dediyim kimi, biraz risklidir. Necə risklidir? Yəni, şərtləri biraz yaxşı izah eləməsəz, 2 dənə razılıq əlaməti biraz güclü qalır və inşası zəiflədir. Yəni, ona görə çalışın bir arqument verin, razıyama, bir dənə də şərt qoyun. Belə. İndi ki, bayaq dediyim kimi, 2 variant var. Müəyyən şərtlər altında. İkinci variant nədir? İstisnalar var. Elə eyni mövzunu yazaq. Eyni mövzunun istisnasını verəndə hansı dil, hansı struktur istifadə etməliyəm? Baxaq. Yəni, eyni başdan plan qururuq. Introda paraphrase. I partly agree because X, lakin bəzi istisnalar var, Y kimi. Hansında ki, bu keçərli deyil. Yəni, arqument keçərli olmamış olur. Gəlin bir dənə bunun introduction'ını yazaq, daha yaxşı başa düşəcəksiniz. It's often argued that working from home leads to improved productivity and a better balance between professional and personal life. Bu bizim paraphrasimiz idi, asan variant idi. I partially agree with this view as it helps people manage their time. Deməli, birinci body, yəni birinci arqumentimiz eyni olur, yəni dəyişmir. Burada heç bir şey dəyişdirmirik. Yəni, bu arqumentdə də eyni şəkildə yazılış tərzində heç də dəyişdirmirik. Lakin digər tərəfdə nöqtə qoyuruq, davam edir. Nevertheless, ya da however da ola bilər. This arrangement is not suitable for all types of jobs, especially those that require constant teamwork, direct communication, and immediate coordination between employees. Aha. Deməli, bu arada bir arqumentdir. Bunlar eyni şeylərdir. Yəni, sizi çaşdırmasın, burada 2-3 dənə arqument yoxdur. Burada bir dənə arqument var. Deməli, bu iki inşa növünü deməyim, bu iki versiyanın növündə biz body 1, yəni birinci body 1 arqumentini verəndə eyni cümlə quruluşu istifadə edirik. Amma şərtlərdə bu birisində provided that deyirdik. Bundasa deyirdik ki, konkret olaraq, yəni istisnalar var deyirik. Nə istisna var? Məsəl üçün, əgər bir işdə davamlı olaraq teamwork istənirsə, birbaşa kommunikasiya istənirsə və həmən birbaşa təcili koordinasiya tələb olunursa işlərdən, o işlər evdən işləyə bilməz. Çünki bunlar evdən mümkün deyil. Aydındır, yəni şərt mənim istisnam budur. Yəni bəzi işlərdə bu mövzu produktivliyi artırmağa və yaxud da balansı yaratmağa kömək etmir. Bəli. Gəlin yazaq. Deməli, body 1 yuxarıdakı ilə eyni qalır. Fərqli heç nə yoxdur. Yəni, nə edirəm? Bunu izah edirəm. Gəldim body 2-yə. Gəlin body 2-yə baxaq. Body 2-də artıq cüzi fərqlər var. Yəni, burada bir də qeyd edeyim. Manage their time better arqumentini izah edirik. Elə bayaq yazdığımız neysə onu elə yapışdırırsınız bura. Ya da o tipli. Body 2-də nə olur? Nevertheless, yenə however da ola bilər, fərqli olsun deyə. This advantage is not
universal, yine eyni variant, and does not apply to all situations. Belə də başlaya bilərik və yaxud da however, working from home is not suitable for every type of job or working environment. Yəni bu variant da olar. Yəni by the-yə başlama cümlələri göstərirəm sizə. Despite the benefit də ola bilər. There are certain limitations that reduce the effectiveness of remote work. By the-yə yenə istədiyiniz kimi başlaya bilərsiniz. Bunlar da ola bilər. Hər hansı bir başqa öz variantınız ola bilər. Dedim ki, hər situasiyaya does not apply. Bu mənim argumentimdir. Və yaxud da not suitable for every job environment. Bu mənim argumentimdir. Və yaxud da certain limitations var. Dedim də burada argumentin adını yox. Ümumiləşdirmə cümləsi vermişəm. Gəlin bir dənə bu inşanın da bütöv versiyasına baxaq. Nevertheless, this arrangement is not suitable for all types of jobs. Some professions require constant teamwork and direct communication between employees where ideas need to be exchanged instantly and decisions are made collaboratively in real time. Deməli, hər iş üçün uyğun deyil, istisna verirəm. Bəzi işlər davamlı constant teamwork istəyir, direct communication istəyir. Hardakı ideyalar davamlı olaraq exchange olunmalıdır və birlikdə qərar verilməlidir. Online, remote işdə bəzən bu asan deyil. In such environments, physical presence in the workplace is important because it allows workers to coordinate more effectively, solve problems quickly, and avoid misunderstandings that can arise from delayed or limited online communication. As a result, working from home may reduce efficiency in jobs that depend heavily on teamwork and immediate interaction. Əla, bunu bu şəkildə yazdıq və əməlli başlı izah elədik. Və bu arada bu inşa, for example, örnək istəyir. Sizdən nə istəyirəm? İndi videonu bura qədər izləyən ətraflı şəkildə tələblər. Bu for example, bunun davamını, example-unu mənə yazıb göndərin. Sizcə hansı işə örnək vermək olar ki, Allaha xoş getsin. Bilirsiniz, imtahançılar example çox sevir, hansı ki verilən argumentləri super izah eləyir. Bura bir dənə mənə sadəcə for example yazın, vergül yazın və bura yazın, göndərin mənə, mən biləcəm bu siz nə demək istəyirsiniz. Yəni belə, bir dənə öz məntiqinizə uyğun bura siz bir dənə argument verərsiniz, yəni example verərsiniz, mən baxacam. Aha, gəlin conclusion'a baxaq. Conclusion'da cüzi dəyişikliklər eləməliyik. In conclusion, ilk cümlə yenə eyni qalır. I partially agree that working from home improves productivity and work-life balance because it helps people manage their time better. However, indi bu ikinci cümlədə də artıq fərqli olur. This is not always true, especially in jobs that need teamwork and direct communication. Əslində bu şərtlə istisnada çox güclü bir fərq yoxdur. Yəni cüzi fərqlər var. Yəni bu şəkildə. Neynədim? Yenə birinci bu argumentimi verdim. İlk izah etdiyim argument. Ondan sonra da ikinci Y argumentimi verdim. Yəni belə. Deməli, bugün nə öyrəndik? Bugün öyrəndik ki, append nesənin full agreement, disagreementdən də başqa partial agreement, yəni balans
tipli versiyası var. App'in-də normalda full agreement daha safe bir option sayılır. Niyə görə? Onu yazmaq daha asandır. Lakin partial agreement-da higher score deyə, yəni daha yüksək skor ala bilirsiniz. Yəni bunun ən yaxşısında siz maksimum 7, 5, 8 alırsınızsa, bunun ən yaxşısında daha yüksək ala bilirsiniz. Ya da öz potensialınızda bunun ən yaxşısından 6-5'lik yazırsınızsa, yəni bunun ən yaxşısından 6-5, 7'lik yazan bunun ən yaxşısından öz potensialına görə 7-7-5 garantiləyə bilər. Normalda yazdığımız struktur buydu. Bir mövzundan razı olurduq. Razı olduğumuz birinci səbəb body 1-də, ikinci səbəb body 2-də. Varsa üçüncü səbəbi body 3-də yazırdıq. Finally deyib bir dənə də argument verirdik. İndi burada da and olsun C. Burada C argumentini verirdik. Balansdasa biz iki cür fərqli yanaşma edirdik. Bir, mən bu mövzuna qismən razıyam. Verdiyim şərtləri əsasında, altında. Ya da mən bu argumentlə razıyam, amma istisna var. Yəni istisna var. İstisnalar yazılıb, amma istisna var. Eyni şeydir. Yəni ikisində də body 1, body 2, 2 dənə body yazırıq. 3 body eləməyin risklidir. Və bu 3 sualın üçü də eyni məntiq daşıyır. What's your opinion-da sadəcə siz I agree yerində sadəcə in my view, in my opinion kimi ifadələşdirirsiniz və salam. Amma sıralama məntiq eynidir. Introduction-da biz razılıq səbəbini verirdik. Eyni şəkildə hansı şərait altında olduğunu verirdik. Digər versiyada isə razılıq səbəbini verirdik və hansı istisna olduğunu deyirdik. Body 1 ikisində də eynidir. Vaxtı effektiv istifadə eləməyi də izah edirdik. Digərində isə body 2-də isə biz hansı şərait altında yaxşı olduğunu deyirdik birinci versiyada. İkinci versiyada isə hansı istisna hallarda bu uyğun deyil, onu izah edirdik bu şəkildə. Conclusion-da eyni şəkildə cüzi dəyişikliklər var idi. Birində biz, yəni istisna olan versiyasında həmişə yaxşı olmadığını deyirik, həmişə düz olmadığını deyirik daha doğrusu. Digərində isə şərt qoyduğumuzda isə deyirik ki, bu ancaq bu şərt altında uyğundur. Əslində cüzi dəyişikliklər var. Demək olar ikisi də eyni şeydir, sadəcə iki cür variant yaza bilirsiniz. Balans tipli inşa kimə çox çətin gəlsə, yenə deyirəm, həmişə siz full agreement, disagreement option-u yaza bilirsiniz. Yəni bunda çətinlik çəkəcəyinizi düşünürsünüzsə, full agreement, disagreement yazın. Yox, bunu əla şəkildə bacarırsınızsa, hətta məndən təsdiq almısınızsa, həmişə partial agreement yazın. Belə, hər hansı bir sualınız olsa ki, 100% olacaq, nəyisə başa düşməsəz, buradan hansısa bir qism sizə sual altında qalsa, yazın məndən soruşun. Mütləq və yaxud da dərsdə məndən soruşun. Bunu mən dönə-dönə tələbəyə desəm də, tələbə yenə də sualı olanda soruşmur, öz bildiyi kimi yazır və gəlir, mənə təqdim edir və mən bəyənmirəm. Ona görə mütləq nə sualınız olarsa soruşun.